Şah oğlu dürbününde telefonumuz zəhvurdu. Zəngi vuran kimiydi? Nənəmin qardaşıydı. Başı qızışdı ona, xəbəri yox xəbərdən. Qəzanı da atmışdı. Birdən gördü iyi gəlir, iynəminə iyiymiş. İyi qəzanın iyiymiş, o da ki hey yanırmış. Birdən qapı dövüldü, qapını dövən kimiydi? Nənəmin ərişdanıydı. Getdi qapını açdı, selamı verdi. Dedem selamını aldı. Başmaqların çıxartdı, aşbazxanaya getdi. Qəzanı yanıq gördü, birdən simi qarışdı. Nənəmi qabağa qatdı, onu həyata saldı. Dedim dədə neylisən? Dedi sənə rəfti yoxdur. Necə mənə rəfti yoxdur? Onu qovursan kimdir bə? Dedi sənin nənəndi. Dedim nənə nədirsən? Dedi bə bala görmüsən? Dədön gözdən atıbdı, məni qabağa qatıbdı. Nənəm caxalı verdi, dədəm quyuya getdi. Day bilmədim nə oldu? Dədəm birdən yox oldu. Nənəm də ərsiz oldu. Nədəsiz oldu. Nədəsiz oldu, ay. Ay. Budur mənim macera. Budur mənim macera, ay. Bəni nədəsiz oldu. Bəni nədəsiz oldu. Burası benim yeter taşlar başlayalım. Bu kız da diye